Hamıya salam, mən Mələk. Bugün yeni bir video ilə sizlərin qarşınızdayım. Bugün sahura birlikdə hazırlaşırıq. Həmin hesabların hər birini sizlərlə bölüşəcəm. Olan orucların və edilən duaların hər birinin qəbul olması diləyi ilə deyib videomuza başlayıram. Həqiqətən də zaman necə gəlir, keçir, heç bilmirəm. Uzun zamandır ki, sizlərlə video paylaşmırdım. Dedim, gün bugündür, mütləq sizinlə video paylaşmalıyam. Çünki sizlərlə video paylaşdıqda sizin yazdığınız rəylər, həmçində ki, mənə geri dönüşləriniz olduqca xoşuma gəlir. İlk öncə mən çaynikin altını yandırdım. Daha sonra isə yediyim 2 növ kalbasa var ki, həmin o kalbasaları burada doğrayıram. Və mənim, belə deyim, minimal formada seçdiyim məhsullar var. Yəni ki, mən hər kalbasanı və yaxud da ki, sosisi yeyə bilmirəm. Burada yediyim kalbasalardan kəsirəm və düşünürəm ki, bunları qızardacağım. Həmçində ki, bəzilərini isə tost edəcəm. Onu da qeyd edim ki, mən səhərləri bir o qədər də yemək yeyə bilmirəm. Yəni maksimum kalbasa qızardaram və yaxud da ki, şirniyyatla çay içərəm. Yəni yumurta və yaxud da ki, toz, bu kimi şeylər mənə tamamilə yaddır. Ümumiyyətlə qarışıq məhsullar ümumiyyətlə yeyə bilmirəm. Uzun zamandır qeyd etdiyim kimi video paylaşa bilməsəm də, amma Instagram hesabımda daim mən sizlərin aktiv olmuşam. Ümumiyyətlə Instagram həyatımızda öyle bir yer alıb ki, davamlı olaraq orada paylaşım etmək, post hazırlamaq, video roliklər yığmaq, həmçində ki, bəyəndiyim məhsulların linklərini paylaşmaq mənə daha çox zövq verir. Təbii ki, YouTube izləyicilərim də mənim üçün tamamilə bir ayrı yeri var. Ona görə də bu videonu editləyib sizlərlə paylaşdım. Əslində çəkdiyim nə qədər videolar var, amma ki, onların editləməyi inanın ki, baya bir zaman alır. Çünki bir videonu ən azı 1 saatlıq bir video çəkirəmsə, onu maksimum sizi yormamaq xatirinə 8-10 dəqiqə qədər yığmağa çalışıram. Təbii ki, bu da uzun bir zamanı alır mənim onu editləməyim, daha sonra isə danışacağım mövzuları seçməyim və s. Bunu sizə açıqlama bir qismində yazmaq istədim, daha doğrusu səsləndirmək istədim ki, mən davamlı olaraq direktdə, həmçinin ki, YouTube hesabıma bu haqda yazıb çox soruşanlar var ki, bəs nəyə görə videoları gec gəlir? İstədim ki, buradan sizlərə səsli bir formada izahını verim. Bu arada qızlar, bilirəm ki, məni ən çox istədiyiniz videolardan məhz bir də mətbəx vloqudur. İnanın bir gün zaman edib mətbəx vloqumu sizlərlə bölüşəcəm. Amma nə formada çəkim, necə danışım, onu hələ tam qərarlaşdıra bilməmişəm. Əgər sizin də bir fikir önəriniz varsa, mütləq bu fikirlərə mən açığam. Mənə rəylərdə mütləq, amma mütləq yazın. Burada isə başlayıram mən artıq yumurtamı hazırlamağa. Bunların hamısını belə deyim, yoldaşım üçün hazırlayıram. Amma mən qeyd etdiyim kimi belə qarışıq məhsullar, hətta yumurta belə yeyə bilmirəm. Çünki məndə allergiya verir. Uşaqlıqdan da bəri çox sevdiyim bir məhsullardan deyil. Burada mən yumurtanı özümə məxsus bir formada hazırlayıram. Davamlı olaraq ədviyyatlarım heç bir zaman mən əskik etmirəm. Çünki həqiqətən ədviyyatları mən çox bəyənirəm. Və xüsusi olaraq da mənim soslarım var ki, mən yumurtaya həmin o soslarıma da əlavə edirəm. Bu soslar da xüsusi olaraq bir dad verir. Yəni davamlı olaraq evimə gələn insanlara səhər bu formada yeməklər hazır edirəm. Yəni həqiqətən bir dəfə hazır etsəniz, biləcəksiniz ki, mən nə formada deyirəm. Və onu da qeyd edim ki, hazırda üzərinə tökdüyüm sos isə şirin çili sosudur. Dadını həqiqətən də dəyişir və çox ağza xoş bir dad verir. Ümumiyyətlə mən çalışıram ki, bütün yeməklərimə ədviyyat və soslardan istifadə edim. Təbii ki, hansı yeməklərə daha çox istifadə etmək lazımdırsa, onları istifadə edirəm. Yəni hər yeməkdə sos vurmuram. Amma ki, həqiqətən bu texnika vasitəsilə yeməklərin dadı çox, amma çox gözəl olur. Daha sonra isə belə bir tost hazırladım. Tostun dadı olduqca mükəmməl olur. Yəni yeməkləri həqiqətən tərifləməyimə baxmayaraq, inanın ki, həqiqətən də dediyim qədər və hətta artıqlaması qədərdir. Burada əlavə olaraq xurma və çərəzlərdən də istifadə etdim. Çünki səhər düşünürəm ki, yeməkdən əlavə bu cür qidaların da insan bədənini baya bir tox tutmağa və enerjini saxlamağına çox kömək edir. Məhz buna görə də mən qoz və kişmişdən istifadə edirəm. Və bu arada bilmirəm, əgər bu məlumatı da bilirsinizsə sizə verim. Bilmirsə artıq bu məlumatı bilmiş olacaqsınız. Gün ərzində 3 ədəd xurma yemək insanı kökəldən vasitələrdən məhz biridir. Bəli, mən də bunu təzə eşitmişəm. Yəni həqiqətən də bu formadadır və xurma insanı baya bir tox saxlayır. Düzü mən nə qədər də olsa bu sulu zeytunlara şans versəm də, amma sevə bilmirəm. Çünki mən yağlı, sırf zeytun yağında olan zeytunlara daha çox bəyənirəm. Əsasən də qara zeytunu və mən ona görə də qara zeytun, amma yenə də yaşlı zeytun
salmışdım ki ağız dadı dəyişsin deyə. Belə bir zeytunlardan da istifadə edirəm. Daha sonra isə şirniyyat süfrəsi üçün konfetlərimi əlavə edirəm və süfrəmi başlayıram artıq hazırlamağa. Süfrəmi əsasən həsrlərlə hər zaman dekor edirəm, çünki mənim artıq mətbəxim müəyyən bir konsept üzərindədir və bu tonları mən çox bəyəndiyimdən çalışıram ki, bu ahəngi hər zaman mən burada saxlayım. Yəni bu ahəngi əsla və əsla pozmayım. Artıq burada başladım xırda olsa yeyəcəyimiz qidaları süfrənin üzərinə əlavə etməyə ki, vizual görüntümüz çox gözəl görsənsin deyə. Zeytunlarımızı, daha sonra isə yeyəcəyimiz çərəzləri, su stəkanlarını və bizim xurmalarımızın hər birini bura əlavə etdim. Və burada artıq başlayıram Ruhinin yemək tabağını düzəltməyə. Onun üçün belə bir omlet hazırlamışdım, toz və kalbasa. Düzü hələ biz fikirləşirdik ki, bu bizə bəlkə də az olar və s. Amma inanın ki, səhərlər insan, yəni gördüyümüz qədərdən də çox, amma çox az yeyir. Bəzən elə bilirik ki, biz dünyalara yeyib otursa, bu bizə bayağı bir bəs etməyəcək. Amma ki, həqiqətən də insan ən az qida ilə belə doya bilər. Və mən bunu öyrəndim və düşünürdüm ki, süfrəm nə qədər gərək bol ola ki, mən doyum. Yəni mən hər gün səhərlər bunu düşünürdüm, amma buna baxmayaraq tamamilə bu algım, bu oruçluq əsasında tamamilə qırıldı. Və iftarda da bunu anladım mən. Yəni həqiqətən də Allah insana çox böyük bir güc verir. Mənim yediyim yəqin ki, yeməyi burada görürsünüz. Mən yalnız kalbasa yeyirəm. Yəni çox səhərlər yemək yeyə bilmirəm. Burada çaylarımızı da hazırlayıram və səhər tezdən kəklik otulu bir çay dəmləmişdim. Bu aralar kəklik otulu çayı mən dəhşət çox sevməyə başlamışam. Normalda bir o qədər də ətirli çay sevməsəm də, amma kəklik otulu olan çayı premium klası daha çox bəyənməyə başladım. Gutenbergdən əldə etmişəm. Məncə bir dəfə şans verin. Dadı həqiqətən də çox mükəmməl görsənir. Süfrəmi də bu formada hazır etdim. Düşünürəm ki, məncə bol və dadlı oldu. Burada yoldaşım gözləyir ki, mən çəkim qutarım. Ondan sonra mən paylaşımımı edim deyə. Məni Instagram səhifəmdən də izləyə bilərsiniz. Burada Instagram səhifəmi qeyd edirəm. Orada daha çox aktivəm və hər hansı bir sualınız varsa, mütləq mənə şəxsiyə yazıb soruşa bilərsiniz və yaxud da ki, YouTube hesabımda gördüyünüz kimi rəylərə öz fikirlərinizi yazın. Öyrənmək istədiyiniz suallar və s. hamısını mən səmimi bir formada cavablayacağam və hansı videoları çəkməyimi daha çox istəyirsinizsə, videonu qeyd etdiyim kimi rəy bölümünə yaza bilərsiniz. Odur ki, məndən bu qədər. Gələn videolarda görüşənədək Allah hər bir kəsin tutduğu orucları, edilən duaları qəbul etsin.